Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, axşam bir fərqli video çəkmək istədim. Əvvəlki videoma baxanlar bilər, keçənki videomu, keçən Trendyoldan belə bir çox ucuz su qiymətinə bir uşaq oyuncağı dron almışdım. Əslində qavlaşdırması da yaxşıdır, çəmədəni baxın. Dron da budur. Amma bu da pultu. Dron xoşuma gəlmədi, nəsə işləmədi. Xoşuma gəlmədidən də bir dəfə uçurtdum, getdi divara dəydi. Bir dəfə uçurtdum, getdi ağaca dəydi. Markası model də yadımdan çıxıbdı. Əvvəlki o videomda olmalıdır. Bundan mənə qalan xoşuma gələn bir dənə bu oldu. Bir dənə belə bir balaca figurnatürkası var. Bir də Trendyoldan keçən il yenə o vaxtda Trendyolun modlu vaxtları idi də, belə bir batareya almışdım. Burada da LED işığı var, burada da var, bu super işıqdır bu qabaqdakı. Çox uzağa verir. İndi belə bir problem var ki, yaxşı drone heç drone'un başından keçdik. Bunun belə bir problemi var ki, zaryadkayı saxlamayırdı, akkumulyator da buydu. Bunu çıxartdım. Da açıldı. 2 dənə belə bir bankası var kislota doldurmağa. Bir də burada mənfi müsbət kleymalar var da şnur bağlamağa. Bunun zaryadka saxlamayırdı. Beləsi akkumulyatorlar elə olur da, çox işləmirlər. 7-8 saat zaryadka yığdırırdım. Kitabında elə yazılmışdı karufkasında. 7-8 saat zaryadka yığdırırdım. 7-8 dəqiqə işləmirdi. Ölürdü. Mən də nə elədim? Bu dronun içindəki akkumulatoru, nipsa batareya açıb göstəreyim. Dronun akkumulatorunu çıxartdım, buna qoydum. Açaq görək bu nətər açılır. Baxın, burada şurup yerləri var. 4, 5, 6. Bir də bu qırmızı qapaqda açılır, ondan sonra batareya açılır. Şuruplarını itirməyək bizə. Baxın dostlar, bunun nə yaxşı da açmış ama bu partlayırmış. Yox, bu buna yaramır. Baxın, şif. Şif, bu buna yaramadı. Qoşmağı da belə eləmişdim də, burada mənfi mənfiyə, müsbəti müsbətə. Şif az qalırmış partlayır. Bu da 3,7 voltdur. Burada yazılır. Bu da 3,7 voltdur. Sadəcə bunun amperajı qüvvəli idi, 1800 mAh idi. Buna 1300 mAh yetirdi. Mən dedim ki, bu buna yetər. Yaxşı da işləyirdi, neçə gündür düzəltmişdim. Buraya da yapışdırmışdım bunu silikonla, geri qopub. Partlayırmış bu.
Buna ayrı bir akümülatör alması oldu. Ayrı bir batarya alası oldum. Ayrı batarya alanda buna bu videoyu devam eləyərəm. Bakın bataryanın gününe bakın. Şif buradan az qalırmış partlıya. Burayı da azca aralayıb hələ. Dostlar, videomuza kaldığımız yerden devam edirik. Ben buna element sifariş eləmişdim. Birinci dəfə idi mənim Temudan bu kadar sifarişim gec gəlirdi. Bir ay çəkdi. Bir aydır mən bunu gözləyirəm. İki dənə belə element sifariş eləmişdim. 18650 3.7 volt 2600 miliamper. İki dənə element sifariş eləmişdim. İki dənə də belə element yuvası sifariş eləmişdim. Belə bir yuvada. Bir də enerji bloku sifariş eləmişdim balaca. 3 dənə. Birini göstereyim. Bakın böyle bir şeydi. Type-C zaryadka girişti. Bunun burada 4 tane yuvası var. Şnur bağlanma dəlikləri. İndi nəyi nətər eləyəcəmsə göstərəcəm hamısını. Bunu sökək. Birinci işimiz bunun köhnə sistemini sökmək. Köhnə sistemi sökək bunun içini. Görək ondan sonra nətər eləyəcək. Dostlar, bunun özünün zaryadka sistemini kəsdim, çıxartdım. Adi 220 volt şnurla zaryadka yığırdı. Böyle bir enerji blokundan. Bunu çıxartdım, bu lazım değil. Şimdi bunu qoşacağım. Bunu qoşmaqdan ötürü də bizə nə lazımdır? Bakın bunun yan tərəfində də var ışığı. Qabaq tərəfində də var. Bunların hamısını elə qoşmaq lazımdır ki, bu düyməyə bir dəfə vuranda yan tərəf yana, bir dəfə vuranda qabaq tərəf yana. Şimdi bunları mən düzün qoşum, göstərəcəm nəyi nətər eləmək lazımdır. Dostlar, bunu belə düzəltdim, baxın. Element qabından çıxan şnurları qırmızı müsbətdir, qarı da mənfidir. Bu modulun burada B minus yazılıb. Bakın buraya bağladığım yerde burada B minus yazıb, yaxından göstereyim. B minus yazısına koştum. Burada bir plusdur, kırmızıyı da buna koştum. Qıraqlardakı plusuna minusu da işıqlara qoşacağım. Bunu qoşdum, bayat elədim, indi onları da düzəldim, göstərəcəm bu saat. Dostlar, beləcə lehimləmə işlərini qurtardım. Baxın, indi sxema nətərdir. Bunun ışığını yandıraq kameranın. Aha. Bakın burada bataryadan gelen müsbət şnuru müsbətə qoşdum. Mənfiyi də bunun mənfisinə qoşdum içəri tərəflərə. İşıqlara müsbətinə gedən bu qırmızı şnur eşiyə qoşuldu. Bu qara şnurla ağ şnur da biri bu qabaq tərəfin, bir də yan tərəfin mənfisidir. Yığdım, qurtardım. Baxın, zaryadka modulu içindədir. Bakın ta burada.
Onu da belə stalet kleylə bununla yapışdırdım. Bilmirəm də nə dərəcədə, nə qədər sağlam olacaq, möhkəm olacaq, onu bilənlərəm. İndi yoxlayaq. Qapağını bağlayayım. Buradan da zaryadka yeri düzelttim, bakın. Da buradadır. Geçen defa Temu'dan aldığım bu mini el drilinden çok işime yaradı bu. Şimdi zaryatkaya koyaq, bunu bir dənə görək. Ne gösterir? Adi telefonun Type-C şnurudur. Bakın buradan da dəlik açmışam, qırmızı ışığın yandığı bilinsin. Zaryatka yerində. Bu dolub qutaranda yaşıl yanır. Bir dənə batareyanın yanma effektini də yoxlayaq. Bakın bu düymə ilə bir dəfə irəli eləyəndə qavağı yandırır. İkinci dəfə irəli eləyəndə də burasını yandırır. Bunun zavod istehsal forması tersine idi. Yani bir dəfə irəli eləyəndə bu böyrü yandırırdı. İkinci dəfə vuranda düymə qavağı yandırırdı. Mən onun düymənin içindən şnurların yerini dəyişdim. Elə birinci dəfədən qavağını yandırır. İkinci dəfə də yanını yandırır. Belə dostlar, bu videomuzda belə oldu. Salamat qalın, gələn videomuzda görüşənə qədər. Kanalıma abunə olub videomu bəyənməyi də yadınızdan çıxartmayın. Əjdaha həyata qayıtdı.